Kursumuz 7-ci sinif İngilis dili, 2-ci xarici dili olanlar üçün kiçik summativ qiymətləndirmə 1. Deyir ki, translate the given phrase, verilmiş ifadəni tərcümə edin. To feel homesick. Gecikmək, xeyr, dərsdə iştirak etmək, xeyr, vətən həsrəti çəkmək. Bəli. Verilmiş sözü tərcümə edin. Noti, nadinc, dəcəl. Deyir ki, we have a toothache. Dişimiz ağrıyır. Nə vaxt dişimiz ağrıyır? Ağır şeylər daşıyanda xeyir. Həkimi görəndə xeyir. Çoxlu şirniyyat yeyəndə bəli. Dincələndə xeyir. Belimiz ağrıyır. When we nə edəndə belimiz ağrıyır görək. Çoxlu şirni yeyəndə xeyir. Ağır şeylər daşıyanda bəli. Dincələndə xeyir. Həkimi görəndə xeyir. How many, how much water do we have in the fridge? Water sayılmayan isim olduğuna görə uşaqlar how much olacaq. Sisters artıq cəmləri görürsünüz, ona görə how many olacaq. Sayılmayan isimlərlə how much işlədirik, sayılan isimlərlə isə how many işlədilir və how many-dən sonra isim s və ya es cəm şəkilçisi qəbul edir. I need to a lot because I can't speak this language well. Nəsə deyir etməliyəm, çünki mən bu dildə yaxşı danışa bilmirəm. Kimisə görməliyəm, show somebody around, xeyr. Get together, xeyr. Late for, xeyr, gecikmək deməkdir. Mən deyir ingiliscə çoxlu praktika etməliyəm, çünki yaxşı bilmirəm. Don't understand me and I don't understand. Uşaqlar, baxın, mübtədanın yeri boşdur. Deməli, birinci tərəfdə mübtəda olacaq, yəni şəxs əvəzikləri olacaq. Şəxs əvəzikləri də deməli, hansılardır uşaqlar? I, you, he, she, it, we, you, they. Sonra isə ikinci tərəfdə, baxın, bu xəbərdir. Xəbərdən sonra isə obyekt əvəziyi olmalıdır. Obyekt əvəzikləri hansılardır? Me, you, her, him, it, us, them. Aha. Deməli, they, bura they gedir. Bura isə them. Cümləyə baxaq, nə deyir? Onlar məni başa düşmürlər və mən onları başa düşmürəm. Altına xətt çəkilmiş sözə düzgün obyekt əvəziyi tapın deyir. Lala is going to see Amy. Lalə Amy ilə görüşəcək. Amy qadın cinsi olduğuna görə bunun obyekt əvəziyi her'dir. A variantı. Verilmiş cümləni keçmiş zamanda yaz. There is some milk in the glass. Cümlə indiki zamandadır. Keçmiş zamanda yazmaq üçün there was some milk in the glass. Bəli. Və bu qədər rahat, bu qədər sadə, çox asan. Sağ olun uşaqlar. Kanala abunə olun, videoları bəyənin və paylaşın.